Salam əziz müdavimlər. Biz sizinlə bugün atmosferə keçəcəyik. Atmosfer bölməsi imtahana düşəcək sualların biridir. Çünki atmosferdən düşəcək suallar daha çox atmosferin tərkibi ilə, təzyiq, temperaturla bağlı sualların ola bilər. Ən çox atmosferdən düşəcək suallardan biri isə atmosferin hava qrafiki ilə bağlıdır. İndi isə sizə qısa bir izah verək. Atmosfer hava təbəqəsidir. Yerin hava qatı 4,5 milyard il bundan əvvəl yaranıbdır. Yer səthinə çıxan lavanın tərkibindən ayrılan su buxarı, yəni biz buna yuvenil su deyirik, yüngül qazlar yer ətrafında toplanaraq ilkin hava qatını yaratmışdır. Və biz bunu artıq əlaqələndiririk litosferlə. Biz yadımıza sala bilərik ki, litosfer bölməsində bunu keçmişdik ki, yuvenil sular, vulkanizm prosesi. Və bir də yadda saxlayın ki, yer təbəqəsi yarandığı zaman yuvenil, yəni vulkanizmdən sonra atmosfer yaranıbdır. Əsas məsələdən biri də yer üçün əhəmiyyətidir atmosferin. Atmosfer əlbəttə ki, hidrosferi yaradır. Necə? Atmosfer yerin hava təbəqəsidir. Yağıntılar və yağıntı yağdığı zaman su təbəqəsi, yəni hidrosfer yarana bilər. Atmosfer yeri çox qızmaqdan və soyumaqdan qoruyur. Yəni, atmosfer yer üçün bir qoruyucu təbəqədir. Günəşin ultrabənövşəyi zərərli şüalarından qoruyur. Yer təbəqəsini müdafiə edir. Və həmçində yerə meteoritlərin, kometaların düşməsinin qarşısını alır. Buna əlavə canlı aləmi bu təbəqədə yaşayır və nəfəs alır. Yeri digər belə deyək ki, planetlərdən fərqləndirən cəhət nədir? Yerdə atmosferin olmasıdır, atmosfer təbəqəsinin. Atmosfer təbəqəsi bir çox qazlardan ibarətdir və bu qazlar əlbəttə ki, insan üçün vacib və faydalıdır. Və bir şey demək olar ki, atmosferin qaz tərkibində ən çox azot, yada saxlayın, 78% azotdur. 21% oksigendir, 0,93% arqon, digər qazlar, yəni karbon və ksenon, neon, təsirsiz qazlar var. Həmçinin atmosfer təbəqəsi səsin, dalğanın yayılmasıdır. Bunu necə izah edək? Atmosferdə məsəl üçün fikirləşin ki, bir yerdəsiniz və səslənirsiniz. O səsin yayılması da atmosferdir. Və qasırğaların, günəş qasırğalarının, planetlərarası qasırğalardan atmosfer təbəqəsi yeri qoruyur. Ümid edirəm, bura qədər başa düşdük ki, atmosferin əhəmiyyəti nədir, vacibliyi nədir. Atmosferdə aerozollar var. Aerozol nədir? Kiçik toz, duz, buz kristallarından ibarətdir və bu aerozollar kondensasiya nüvəsi oynayır. Yəni, əgər bunlar olmasa, yağış yağmaz, mütləq şəkildə aerozollar olmalıdır. Bunu yadda saxlayın. Aerozol atmosfer üçün mühüm əhəmiyyət kəsb edir və havada daimi su mövcuddur. Bu su üç halda ola bilər. Yadda saxlayın. Havada həmişə su olur. Bunlar bərk halda ola bilər, yəni qar və dolu kimi, maye halda, yağış kimi və buxar halında. Kiçik bir nümunə verim sizə. Havadakı buxarı, elə bilin ki, çaynik qaynayır və o qaynama zamanı havaya buxar keçir. Yəni, o su buxarlanır. Deməli, atmosferdəki o buxar aerozoldur. Və buxarı biz çox zaman görə bilmirik. Aerozollar havaya qarışır. Amma atmosferdə hər zaman buxar halında su olur. Əgər hava soyuyarsa, o buxar nəyə çevriləcək? Yağışa. Yəni, kiçik bir izah kimi məntiqən başa düşməniz üçün dedim bunu. Atmosfer təbəqələrə bölünür. Bunlar bilməyimiz çox vacibdir. Atmosferin qalınlığı 3000 kilometrdən artıq hesab olunur. Yer səthi hesab olunur, alt sərhədi atmosferin. Orada atmosfer üçün təzyiq, rütubət, qaz tərkibi nəzərə alınır və 5 təbəqəyə bölünür. İlk təbəqə troposfer və troposfer biz insanlara yaşadığı alt təbəqədir. Orta qalınlığı 11 kilometrdir. Yadda saxlayın, ekvator üzərində qalınlıq daha çoxdur. Mülayim enliklərə getdikcə 10-11-dir, qütblərdə 8-9-dur. Həmçə yadda saxlayın, qütb enliklərində troposfer qatı zəif olacaq, amma ekvatorda qalın olacaqdır. Bu mütləq yadda saxlayın. Həmçinin də yerin cazibə qüvvəsi ilə bağlıdır bu. Yadda saxlayın, qütblərdə cazibə qüvvəsi çoxdur, lakin ekvatorda zəifdir bu cazibə qüvvəsi. Nə üçün? Çünki qütblərdə maqnit qütbləri də olduğu üçün. Ona görə də yerin cazibə qüvvəsinə bağlı troposferin nəzik olduğu qat qütblərdir, qalın olduğu isə ekvatordur. Ümid edirəm, bunu anladınız. Və troposfer qatı yer səthini qızdığı üçün hündürlüyə də o temperatur artır. Yadda saxlayın, troposfer qatı yerdən qızır. Elə başa düşün ki, günəş yeri isidir və yerdəki o istilik atmosferə doğru qalxır. Yəni, birbaşa troposferi günəş isitmir.
Günəş yeri isidir, yəni torpağı. Torpaqdan qalxan o isti buxar troposferi qızdırmağa başlayır. Yəni troposfer qatını belə deyək ki, qızması yer səthindən asılıdır və temperatur hündürlüyə qat azalır. Baxın, yenə izah edirəm bunu. Sizə sual düşə bilər ki, nə üçün temperatur azalır hündürlüyə doğru? Deyərsiniz ki, çünki günəş birbaşa yeri qızdırır və yerdən qızan o buxar yuxarı qalsa azalmağa başlayır. Ona görədir. Yerin istiliyi hesabına troposfer qızır və hər 100 metrə 0.6 Selsi temperatur azalır. 1000 metrə isə 6 Selsi. Elə daha bir kiçik sadə nümunə deyim sizə. Fikirləşin ki, dağın ətəyindəyiz və dağın başına qalxır. Əlbəttə ki, dağın ətəyindəki temperaturla zirvə eyni ola bilməz. Ona görə də hündürlüyə qalxdıqda nə olacaq? Temperatur azalacaqdır. Bunu bilməyimiz çox vacibdir. Keçirik stratosferə. Stratosfer qatı 50-55 kilometr arasından keçir. Buludlar demək olar ki, yoxdur. Hava seyrəkdir burada. Göy qübbəsi bənövşə rəngdədir və stratosfer atmosferin 15-20% burada cəmləşir. Bir də hərbi təyyarələr stratosfer qatından uçur. Çünki onlar belə deyək ki, müdafiə üçün stratosfer qatını uçmaq çox vacibdir. Azon qatı stratosferdə yerləşir. Ultra bənövşə şüaları temperaturu stratosferdə qorunur. Həmçinin də burada temperatur artır. Ya da saxlayın, troposferdə azalır, amma stratosferdə artır. Bu vacib amildir. Bunu bilmək çox vacibdir. Hərbi təyyarələrin uçduğunda mən sizə qeyd elədim. Ozon qatıdır bunun üçün vacib olan məsələ. Hərbi təyyarə, ozon qatı, ultra bənövşə və bənövşə rəngdə olmağı. Hava seyrəkdir və bulut yoxdur. Yəni hər bir qatın kodlarını deyirəm ki, sizin üçün rahat olsun test tapdığınız zaman. Deməli, troposferdə temperatur azalır, amma stratosferdə artır. Keçək mezosferə. Mezosfer daha qısadır. 80 km hündürlükdə var. Temperatur aşağı düşür. Baxın, stratosferdə artdı, mezosferə düşməyə başladı. Keçək termosferə. 800 min kilometrə qədər davam edir. Elektrik cəryan axınları, qütb parıltıları olur burada. Baxın, qütb parıltısı termosferdədir. Rentgen şüaları buradadır. İonosfer qatı yerləşir termosferdə. Həmçinin kosmosa çıxış adlanır. Rabitə əlaqələri burada qurulur. Ya da saxlayın. Baxın, görə qədər nümunə etdim sizə. Termosferdə ionosfer qatı var. Qütb parıltıları var. Rentgen şüaları və kosmosa çıxışdır. Ən sonuncu qatımız eksosferdir. Baxın, kodlaşdırıram. Ən sonuncu, eksosfer ən sonuncudur. 1000-3000 kilometr arasında dəyişir. Qaz tərkibi seyrəkdir. Planetlər asıqlı və burada günəş tacı görsənir. Eksosfer planetlər asıqlığa malikdir və günəş tacı görsənir eksosferdə. Bura qədər üzrə başa düşdünüz. Sizə bir nümunə göstərim. Hava şəraiti haqqında məlumatlar, biz bilirik ki, bunlar radio, televiziya, internetin ala bilərik və meteoroloji hadisədə hava şəraiti. Havanın elementləri var. Bunlar nədir? Temperatur, yəni havanın temperaturu, təzyiq və rütubətlik. Baxın, havanın rütubəti olmalıdır. Hava rütubətsiz olsa quraqlıq olur. Demək, rütubət vacibdir. Temperatur vacib və təzyiq vacibdir. 3 elementi var, yaddan çıxarmayın. Və hava temperaturun dəyişməsində küləyin rolu ola bilər. Buludların, yağıntının hər birinin rolu ola bilər. Bir də meteoroloji stansiyalar var. Dünya üzrə stansiyalarda biz Washington, Melbourne və Moskvanı götürə bilərik. Meteoroloji stansiyalara görə çox məşhurdur bu ərazilər. Və bir də meteoroloji stansiyaların qurulmasında da çox vacib amili var ki, o məntəqələr xüsusi ərazilərdə qurulur. Və bir də meteohəssas insanlara, baxın, meteohəssas insanlar nədir? Hava ilə bağlı, hava çox isti və yaxud hava çox tünd olsa bu insanlar üçün problem və sağlamlıq üçün həssaslıq yarada bilər. Keçək indi günəş radiasiyasına. Günəş radiasiyası haqqında danışdığımız zaman mütləq şəkildə deməliyik ki, günəş radiasiyası havanın temperaturudur, iqlimlə bağlıdır. Günəş enerjisindən asılıdır. Yer kürəsində baş verən əks proseslərin hidroloji, bioloji hamısının mənbəyi günəşdir. Günəş şüalarının bir hissəsi əks olunur, onlar kosmosa qayıdır. Baxın, günəş şüaları tamamilə yerə gəlmir. Onların bir çoxu əks olunur, kosmosa qayıdır, qalan atmosferə daxil olur. Onların təqribən 19% udulur və səpələnir. Qalan hissəsi isə yer tərəfindən çatır və yerə aid olur. Səthə düşən enerjinin müəyyən qədər isə qızması və buxarlanmaya sərf olur və günəş enerjisi günəş radiasiyası adlanır. Radiasiya şüalanma işıq deməkdir, latın dilində. Yer səthində şüalanma iki cür ola bilər, düz və səpələnir. Baxın, düz radiasiya dediyimiz zaman, düz radiasiya özü kölgə yaradır, ya da saxlayın, düz radiasiya kölgə yaradacaqdır.
tropik və qütblərdə düz hakimdir. Baxın, düz radiasiyada bulud olmur. Birbaşa yerə çatır. Qütb soyuq olmasına baxmayaraq düz bax çaşdıraraq bu şey. Qütbdə düz radiasiya var. Fikirləşməyin qütbdə soyuqdur, xeyr. Qütblərdə bulud yoxdur. Sadəcə yer səthi buz olduğu üçün o düz radiasiya belə qayıdır. Ona görə qütb soyuqdur. Lakin burada düz radiasiya var. Deməli, düz radiasiya olacaq harda? Qütblərdə və bir də tropiklərdə. Burada buludlanma azdır və düz radiasiya atmosferdən keçərkən su buxarı, bulud aerozol tərəfindən səpələnir və müxtəlif istifada daxil olur. Bu radiasiya səpələnən radiasiya adlanır. Yəni, düz radiasiya tam başa düşdük. İndi keçək səpələnənə. Səpələnəndə isə bir çox ayrılmağa başlayır. Və səpələnən radiasiyada buludluq çox olur, hava rütubətli olur. Bura olacaq hara? Ekvator və mülayim enliklər. Ekvator özümüz bilirik ki, rütubətli ərazidir və burada bulud çox olduğu üçün səpələnmə baş verir. Mülayim enliklər də bizim yaşadığımız enliklərdir və burada da enliklə səpələnən radiasiya çoxdur. Günəş radiasiyasının miqdarı kilokalori ilə ölçülür. Ümumi radiasiyanın miqdarı ekvator boyu ərazilərdə çoxdur. 140-145, tropiklərdə 200-220-dir. Ən çox tropiklərdədir. Ekvator boyundan tropikə doğru artır, amma mülayimə qütbə doğru azalmağa başlayır. Yəni, ən çox olacaq tropiklərdə, çünki ən çox isti tropiklərdədir. Ən az isə qütbdə olacaqdır. Günəş radiasiyası insan orqanizmi D vitamini üçün sərfəlidir, yaxşıdır. Əkinçilik üçün önəmlidir, təsərrüfat üçün günəş vacibdir. Və bizdə bir udulma və əks olunma var. Mütləq bir şəkildə bilməlisiniz ki, yer düşən günəş şüası əks etdirməsi albedo adlanır. Albedo əks etdirmə deməkdir. Yəni, əgər yer səthində torpaq, qar, buzlaq bunlar varsa, bunlarda əks fərqli ola bilər. Məsələn, ən çox əks etdirən qar, buzlaqdır, yadda saxlayın. 100% gəlir, 10-90 əks etdir, amma ən az dənizdir, sudur. Elə fikirləşin ki, siz dənizə gedirsiniz və dəniz su istidir. Deməli, günəş 90% istiliyi alır, 5%-in 10%-nə qaytarır. Deməli, su ən çox alır istiliyi su, ən az qaytaran da sudur. Sonra alacaqdır qum, sonra torpaq, meşə və buz. Bunlar ən çox istilik alan, belə deyək ki, torpaq vahidləridir. Amma sıralama versə bizə, sual versək ki, ən çox albedo hardadır? Deyəcəyik, ən çox albedo buzdadır. Sonra qumda baş verə bilər ən çox albedo. Ondan sonra meşə, sonra torpaq, sonra su. Bu cür sıralaya bilərsiniz bunları. Və həmçinin də, belə deyək, bu hesablamalar aparıldığı zaman, bizə qədər hesablama aparırıqsa, mütləq şəkildə kilokaloriya baxırıq, faizə baxırıq. Bunları hesablamaları testlər eləyəcəyik, amma yenidən səsi dinləyib və testlərin nümunələrə baxın. Ondan sonra başa düşdüyünüz zaman xüsusi bir video gələcək testlə bağlı da sizə. Havanın temperatoru özü bilirik ki, atmosferin bir elementidir. Havanın temperatoru dəyişən prosesdir. Çünki temperatur özü fəsillərə uyğun dəyişir. Biz temperatoru eyni nöqtələ birləşən izotermlər deyilik və temperatoru termometr cihazı ölçür. İki cür temperatur qanunu, üfüqi və şaquli istiqamət ola bilər. Üfüqi nədir? Hava temperatoru ekvatordan qütblərə doğru dəyişə bilər. Yəni, düz istiqamətdə. Ekvator düz qütblərə doğru dəyişir, biz bunu üfüqi deyirik. Burada günəş şüaları müxtəlif bucaq altında düşə bilər, müxtəlif dərəcədə qızdıra bilər və bizim 7 istilik qurşağımız var. Baxın, 7 istilik qurşağı var, yadda saxlayın. 1 isti, 2 mülayim, 2 soyuq, 2 daimi şaxta qurşağımız var. Və istilik qurşaqları sərhədləri tropiklərdə, orta illik, digər illiklərdə isə ən isti temperaturdan keçir. Baxın, bu çox vacibdir. Önəmli məqam. Tropiklərdə orta illikdən keçir, amma digər illiklər ən isti ayın temperaturundan keçir. Bu çox vacibdir. Şaquli nədir? Şaquli isə əsasən hündür ərazi üçündür. Yəni, dağın zirvəsi ətəyi ilə müqayisə olunur. Biz bilirik ki, hər zaman yer uzaqlaşdıqca hava soyuyur. Yəni, temperatur hər 100 metrə 0.6-dırsa, hündürlüyə qalxlarsa bu dəyişməyə başlayacaqdır və biz buna termik pillə deyirik. Bir də ki, temperaturun azalmasına, yəni hündürlüyə doğru azalmaya biz adiabet proses deyirik. Yəni, hündürlüyə doğru temperatur aşağı düşməsi atmosferə xas olan bir hadisədir, prosesdir. Yəni, sizə sual versələr ki, 5000 metrdə 15 Selsidirsə əgər havanın temperaturu zirvəni tapın. Mütləq şəkildə siz bilməlisiniz ki,
1000 metr 6 Selsidir. Və bu 1000 metr belə deyək ki, proqnozu ilə siz bunu başa düşməlisiniz ki, 1000 metr 6 Selsidirsə 3000 də və yaxud da 5000 də nə qədər onu tanışıq kimi yerinə qoyub eləməlisiniz. Temperatur çox asan məsələdir və bunları da yenə xüsusi bir testlə izah verəcəm sizə. Bir də maksimum və minimum temperatur var. Mütləq maksimum temperatur əlbəttə ən yüksək temperaturdur. Mütləq ən aşağı temperatur. Dünyada ən mütləq temperatur Liviyanın Tripoli səhrasıdır. Amma bu artıq yenilənmiş kitablarda İran götürülür. Dəştilet və Dəşti-Kəbir səhraları götürülür. Və ən soyuq isə belə deyək ki, Oymyakonu götürürük. Şimal yarımkürəsi üçün deyirəm mən bunu. Rusiyada Oymyakondur. Amma cənubda isə Antarktidada hara olacaqdır? -91-dir. Antarktida üçün ən soyuq ərazidir. Və biz temperaturları oxuduğumuz zaman inversiya baş verir. Baxın, inversiya nə deməkdir? Temperaturun dəyişməsidir. Məsəl üçün, temperatur inversiyasını danışdığımız zaman burada artıq temperaturun artması prosesi baş verə bilər. Yəni, bəzi ərazilərdə qanuna uyğunluq var ki, pozulur və temperatur arta bilər. Biz demişik ki, azalır, amma bəzi hallarda arta bilər. Biz bunu 3 yerə bölürük. Orografik, yəni dağın hündürlüyünə doğru qalxdıqca artır. Məsələn, Talış dağı, Azərbaycan bu nümunə Talış dağlarıdır. Əslində, doğru yoluna getsək, dağlarda temperatur azalacaqdır. Amma orografik inversiyada dağda temperatur artır. Məsələn, Talış dağları buna nümunədir. Radiasiya inversiyası var. Burada temperatur artır hündürlüyə qalxdıqca. Bunun səbəbi nədir? Effektiv şüalanmadır. Səhralar üçün xarakterikdir. Advektiv inversiya. Radiasiya inversiyası isə gecə və gündüz prosesi ilədir əsasən. Gecə effektiv şüalanma baş verir və soyuyur və bu nəticəsində bu da yenidən tropik səhralar üçün xas olan bir prosesdir. Temperatur amplitudası var. Amplituda nədir? Ən yaxın temperatur, ən aşağı temperatur fərqini deyirik biz. Sutkalıq və illik temperatur vardır. Bunlar sutkalıq amplituda və illik amplitudaya bölünəcəkdir. Sutkalıq amplituda sutka ərzindədir, illik isə illik ərzində baş verir. Və həmçinin də temperatur amplitudaları enliklər üzrə dəyişə bilər. Bir də biz illik izotermlər bilmək lazımdır ki, ərazilərdəki, belə deyək ki, temperaturların cəminə uyğun hesablayacaq bunları. Sinoptik xəritələri bilirik, ərazilərin, belə deyək ki, hava ilə bağlı müşahidəçi xəritələrdir. İqlim xəritələri hər biri iqlimlə bağlı olan prosesləri özündə əks etdirir. Və atmosfer təzyiqinə baxaq. Baxın, atmosfer təzyiqi əlbəttə ki, belə deyək, hündürlüklə bağlı dəyişən bir prosesdir. Yəni, yüksəklikdən asılıdır. Temperatur kimidir bu da. Təzyiq ölçmək üçün civəli və anoret istifadə edirik parametrdən. Normal atmosfer təzyiqi okean səviyyəsində 760 mm civəsi və biz məsələlərimizdə hər zaman bu rəqəmlə istifadə edirik. Atmosfer təzyiqi 760-dan çox olarsa, o yüksək təzyiqdir, az olarsa alçaq təzyiq hesab olunacaqdır. Və atmosfer iki cür olur yenə təzyiq. Üfüqi və şaquli istiqamətdədir. Hündürlüyə qalxdıqca havanın sıxlığı hər 10 metrə 1 mm civə sütunu, 100 metrə 10 milli, 1000 metrə isə 100 milli civə azalır. Və biz məsələlərdə bunu istifadə edəcəyik. Və atmosfer təzyiqinin 1 mm azalması bizə alacaq nə barek pillə adlanır. Bunu mütləq bilmək lazımdır. Və bizim üçün üfüqi istiqamət, ekvator qütblərə doğru təzyiq dəyişə bilər. Yer səthində 3 dənə alçaq və 4 dənə yüksək təzyiq qurşağı var. Yəni 7 təzyiq qurşağımız var. 3 alçaq nədir? Yəni ekvatorial mülayim. Alçaq təzyiq qalxan hava deməkdir. Ya da alçaq təzyiq yaxşı təzyiqdir. Pis təzyiq deyil. Yəni ekvatorial və mülayimdə alçaq təzyiq olacaqdır. Yüksək təzyiq isə olacaq harada? Tropik və qütblərdə. Baxın, tropik və qütblərdə isə hava ilə əlaqədar, iqlim ilə əlaqədar yüksək təzyiq olacaqdır. Bir də, yadda saxlayın, alçaq təzyiq qalxan havadır. Yüksək təzyiqdə enən hava olacaqdır. Bunu mütləq şəkildə bilməm. Məsələn, verəcək sizə qütb deyəsiniz ki, enən hava olacaq. Amma ekvator olacaq nə? Qalxan hava. Yer üzərində ən alçaq təzyiq Yaponiyadadır. Nensi qasırğasında olub 641. Yüksək təzyiq isə Sibir ərazisində baş verir. Baxın, yenə fikir verin. Yüksək təzyiq hardadır? Sibir ərazisi. Yəni, bura necədir? Soyuq iqlimdir. Yüksək təzyiq ola bilər. Ya çox soyuq ərazidə, ya da çox isti ərazidə. Amma
Alçaq təzyiq daha çox normal, yəni mülayim, ekvatorial ərazilərdə olacaqdı. Yəni alçaq təzyiq azdır, hava qalxan hərəkətli, bulutluluq çoxdur, yağıntı çoxdur, səpələnən radiasiyadır və burada çay göl sıxdır. Ümumiyyətlə də yaxşıdır, amma yüksək təzyiq necədir? Təzyiq yüksəkdir, hava eynən hərəkətli, bulutluluq azdır, yağıntı azdır, radiasiyanın kəmiyyəti böyükdür. Çay və göl şəbəkəsi necədir? Seyrəkdir. Ümidvarım başa düşərsiniz bunu. Əgər məsələn sizə verilsə ki, rəqəm mütləq şəkildə bilin. Hər 100 metrə 1 millidirsə, hər 10 metrə 1-dirsə, 100 metrə 10, 1000 metrə 100-dür. Baxın, həmişə bu sıfırlara diqqət yetirin təzyiqdə. Təzyiq çox asan məsələdir. Yenidən deyirəm, bunların ayrıca mən sizə hesablanan videosuna batacağım ki, daha rahat olsun sizə və dərsdə də tez düzəni işləyəcəyik bunu.